Salam dostlar, salam əziz qardaş və bacılar. Necəsiz? Ümid edirəm ki, yaxşısınız və yaxud yaxşı olmağa neyinisiz, çalışırsınız. Nevroz hardan yaranır? Ən əsas nevroz bilirsiniz ki, nevrozun ümumiyyətlə nə olduğunu bilirsiniz. Emosional напряжениyadır, tamam mı? Bu hardan yaranır? Bu sizin внутренний konfliktinizdən, daxili konflikt. Daxili konfliktiniz nədir? Məsələn, yoldaşınızla fərq eləmir, qadın və yaxud kişi, yoldaşınızla düz gəlmirsiniz. Düz gəlmirsiniz. Boşanmağa qərar verirsiniz. Amma qorxursunuz. İki yolun ayrıcısında qalırsınız. Boşanmaq istəyirəm, boşansam necə yaşayacağam? Pulsuzluq, təklik qorxusu, tərk olunmuş qorxusu, anlatabildim mi? Buna внутренний, daxili konflikt deyirlər. Anlatabildim mi? Bunu götür-qoy eləyənə qədər, yəni oturub düşünənə qədər ki, mən boşanım və yaxud boşansam nə olacaq? Başlayırsınız içinizdə bu konflikti yaratmağa, spor eləməyə. Bunun alternativ yolları var. Yəni ki, siz dərhal nə etməlisiniz? Düşünməlisiniz ki, öz-özünüzə bir plan qurursunuz. Mən boşanmıram. Mən hələlik ayrı yaşamaq istəyirəm. O vaxta qədər siz imkanınızı toparlayırsınız, siz o vaxta qədər bütün planlarınızı qurursunuz. Yəni belə bir insanlar var. Evdir, falandır, nə bilim, cırtdı-pırtdı hardasa kirayə filan, bunlar hamısını toparlayırsınız və bir məqsədlə ki, mən 1-2 aylıq uzaqlaşıb özümə gəlmək istəyirəm. Anlatabildim mi? Yəni bu konflikt bu deməkdir. Yəni oturub mən istəyirəm, amma qorxuram. Konflikt budur. Anlatabildiniz mi? Yəni mən işdən bezmişəm, çıxmaq istəyirəm, amma qorxuram. Çıxsam nə edəcəm? O dərəcədə düşünə bilmirsiniz ki, alternativlər var. Alternativi ümumiyyətlə siz dəymirsiniz, axtarmırsınız. Siz ancaq onun içində uğraşırsınız. Yəni o uski kruqda, labirintdə fırlanırsınız ki, mən bağrım çatlayar, mən pulsuz qalaram, mən filan olaram, belə olaram, elə olaram, ancaq bunun içindəsiniz. Mənə kim kömək eləyər, mənə nə bilim, eləyər, filan eləyər, amma alternativlərə toxunmursunuz. Ümumiyyətlə, psixoterapiya özü alternativlərdən ibarətdir. Anlatabildim mi? Təbii orada texnikalar var. Biz psixoloji alternativlər də verdikdə texnikaları da deyirik. Yəni texnikalarsız siz alternativləri həyata keçirdə bilmirsiniz. Qorxularınızı minimuma indirə bilmərsiniz. Öz başına olmur. Çünki nevroz vaxtı, nevrozlar bunu yaxşı bilir. Nevroz vaxtı siz öz kiçik bir aləminizdə olursunuz. Yəni elə bir aləmdir ki, qaranlıqdır. Sizə elə gəlir. Hətta elə nevrozlar var, bax, indi mənlə razılaşarlar. Yəni elə nevroz varsa istərinizdə, yəni mən ona nevroz deyirəm. O yüngül nevrozlar, o simptomatik fiziki simptomlar görən nevrozları mən nevroz kimi saymıram onlar. Bilmirəm, nədirlər. 1000 dəfə də onlara deyirsən ki, filan şey filandır. Bunlar unudurlar ki, bunlar nevroz. Nədən olar? Bir dənə onu deyirlər. Ürəyim sancdı, nədən olar? Başım sıxıldı, nədən olar? Nədən olar? Nə xəstəsən? Mən sual verirəm ona. Sən nə xəstəsən? Dil bilmirəm. Asozundur. Analiz vermişim, heç bir xəstəliyim yoxdur. Bu ancaq fikri zikri patolojidadır. Bu yaddan çıxardıb ki, nevroz xəstəsidir və nevrozun qrip kimi, qrip olanda, qrip nədir? Kök nədir? Soyuq dəymədir. Qrip. Adı qripdir. Kök budur. Amma simptomu nədir? Burun axma, öskürmə, qızdırma. Düzdürmü? Siz necə qızdırmanı, burun axmanı, öskürməni sağalda bilərsiniz əgər soğuq dəyməni aradan qaldırmazsınız? Bu da ona bənzəyir.
Siz onda necə olur bilirsiniz ki, sizə soğuk deyil, qızdırmanız var. Amma indi simptom ürək sancır, kürək sancır, sinə sancır. Bilmirsiniz ki, siz nevrozsuz, yaddan çıxardırsınız. Eyni sualı 40 dəfə mənə verirsiniz. Eyni sualı. Hətta elələri var. Müalicəyə yazılmırlar, sadəcə bundan təsəlli alıb yaşayırlardı. İndi açana kimi gedəcək. Mən də bunların xətrinə dəymirəm. Hər dəfə də suallarına canla başla cavab verirəm. Mən onları başa düşürəm. Sual verirlər. 2 ildir bu insan mənə müraciət edir, ancaq köməyə. Kömək necə? Yəni təmənnasız, zadsız, filansız. Mən demirəm, mən nəsə. Axırda kiməsə müalicə yazılmalı da bu. Demirəm, mənə yazılsın. Məsələn, 2 ildir bu adam mənə eyni simptomlarla müraciət edir. Hələ bu asazavat eləmir ki, bu nevrozdur. Anlatabildim mi? Hələ də mənə eyni sual verir ki, bu nədən olar doktor? Mən bunları başa düşə bilmirəm. Anlatabildim mi? Yəni, ən ilk növbədə birinci nevroz olduğunuzu düşünməlisiniz. Yəni mənim xəstəliyim var. Necə ki patoloji xəstəliklərin simptomları var, bayaq qrip dediyim, ümumiyyətlə də bütün patoloji xəstəliklərin simptomları var. Ürəyin, obursun, bubursun. Hətta hipertoniyanın təzyiq qalxır, tamam mı? Əgər təzyiq qalxmırsa, deməli hipertonik deyilsən. Hə, bu nevroz fonunda o başqa məsələ. Ümumiyyətlə mən deyirəm normal insanlarda. Sizdə də o cümlədən. Əgər bu simptomlar yoxdursa, simptomlar milyondur, çoxdur. Elə simptomlar ola bilər ki, yatıb yuxunuza girməyib heç. Əgər bu simptomlar varsa, ilk növbədə düşünməlisiniz ki, mən nevrozam və bu nevrozun əlaməti ola bilər. Bax, mən nevrozam. Əgər bu simptomlar yoxdursa, deməli mən nevroz deyiləm. Nevrozamsa, mütləqdir bu simptomlar olsun. Simptomsuz ola bilməz. Fiziki. Anlatabildim mi? Bütün hallarda nevroz gərək strahı, yəni qorxunu minimuma indirsin. Minimuma indirməsə, mümkün deyil bunu preadolet eləmək. Yəni bunun üstündən keçmək mümkün deyil. Baş qatmaq, nə bilim, fikri yönəltmək başqa yerlərə zada o daha da bu xəstəliyi dərinliyə aparır və şiddətləndirir. Bunun öz yolları var və bu yaxınlarda bir nəfər bir aydır mənə yazır, ürək eləmir şeydir, indi müalicəyə başlasın. Mən onu qınamıram, psixoterapiyadan xəbəri yoxdur, ümumiyyətlə vəziyyəti də yaxşı deyildi. İndi götür qoy edir, ora-bura yazır mənə, gah istəyir, ürək edir, gah istəmir, gah edir. Mən də hiss edirəm də üzünə də vurmuram, amma bütün suallarına da cavab verirəm. Günlərin bir günü boşun bu ürək edib mənə onlayn yazılır. İkinci seansımızda artıq o mənə yazdı ki, çox sağ ol doktor. Mən dəhşətli, mən elə belə bir şey görməmişdim. Siz sadəcə bilmirsiniz, siz psixoterapiyanı anlamırsınız, siz başa düşmürsünüz, anlatabildim mi? Ona görə sizə elə gəlir ki, bu nədirsə elə belə boş şeydir və yaxud o elə bir şeydir ki, yox əş, mənə kömək eləməz. Anlatabildim mi? Elələri var, elə bilir ki, psixoterapiya idmandır, səhv salırlar hər şeyi. Böyle değil, bu texnikalar şuuraltı texnikalardır, beyin texnikalardır. Sizin beyniniz indiyənə kimi düzgün işləməyib deyə, həmişə təhlükə rejimində olub deyə, təhlükəsiz rejimini aktivləşdirib deyə, biz onu kömək edirik ki, təhlükəsizlik sistemi deaktiv eləsin və normal işləməyə başlasın. Neyron svязlar bərpa olunsun, neyromediatorlar bərpa olunsun, təbii yolla, dərmanlarla yox. Dərmanlar sizi uluşit edir, nevropatologlara gəzməyin, seyli nevropatolog axtarmayın, yəni yoxdur belə bir dünyada belə bir şey yoxdur, dərman yoxdur. Yəni skoru çağırmayın,
Onu dəfələrlə demişəm, skor gəlib sizə heç bir müdaxilə edə bilməz nevrozun. Panik atakın ümumiyyətlə heç bir iğnəsi, dərmanı yoxdur. Tamam mı? Ona görə də sizin özünüzdən asılı olan bir şeydir. Çünki bir ağrı, məsələn, cüzi bir ağrıdır. Başınızda cüzi bir ağrı var, uzaqdan bir ağrı. Nevrozlar onu şuuraltı ilə elə bir qloballaşdırır, o ağrını elə bir yaxına fokusa götürür ki, o şiddətli ağrıya çevrilir. Əslində o ağrı o şiddətdə deyil, onu siz yaratdınız. Anlatabildim mi? Onu siz yaradırsınız. O öz başına o elə ağrı deyil. Bütün insanlar, normal insanlar birdən diqqət yetirsələr harasa bir cüzi ağrı hiss eləyəcəklər, amma ona əhəmiyyət vermirlər. Nevroz elə deyil, həssasdır deyə. Amigdala çox həssasdır deyə onu dərhal tutur və o ağrını hiss eləyir hardansa. Hiss eləyir və onu qloballaşdırır, onu böyüdür özündə. Düşünür ki, ada bu deyəsən gəlib dalımcan, bu deyəsən məni öldürməyə gəlib. Bu mənim sonumdur. Necə ki paniklarda olur. Paniklar elə bilirlər ki, elə panik eyni cür olur. Bir dəfə, iki dəfə öyrəşdim, üçüncü dəfə daha vecim olmaz. Elə deyil. Panik hər dəfə bir başqa cür gələ bilir. Çünki hər gələndə oxşar olmur. Bu səfər gələndə bir başqa cür gəlir, gələn səfər gələndə bir başqa cür. O ağıllıq xəstəliyidir. Düşünürsünüz ki, aha, bu səfər uca panik deyil. Hər kəs öz belə düşünür. Bu səfər artıq bu uca ölümdür. Bu ölüm hissi deyə başqa söhbət ola bilməz. Paniki mən bilirəm, mən keçirmişəm, bu panika oxşamır. Hər dəfə bunu düşünürsünüz. Amma əzizlərim, panikdir, amma simptomlar biraz fərqli olur. Bu ağıllıq xəstəliyi olduğuna görə eyni simptomu verməz ki, siz qorxmayasınız deyə. Sizi qorxutmağa çalışmalıdır. O həmən şeyləri sizdən almalıdır. Udovostyanı. Dediyim kimi endorfini sizdən almalıdır. Sizi qorxutmalıdır. Komanda vermir. Amigdal aktivdir. O sizdən asılı olan bir şey deyil. Yəni səbəbsiz yerə beyin qorxa bilməz. Təbii ki, nəsə bir bəhanə gətirməlidir. Bəhanə də ki, milyon dənə. Sizə elə bir simptomlar açsın ki, yatıb yuxunuzda girməmisiniz, görməmisiniz. Anlatabildim mi? Yəni, mənim təcrübəmdə hələ indiyənə kimi elə bir nevroz 30 ildən yuxarıdır ki, mən bu işin içindəyəm. Elə bir nevroz olmayıb ki, mənə müraciət eləsin və simptomlar elə bir simptom olsun ki, mən onu bilməyim və məndə olan simptomdan ağır simptom olsun. Yəni, bu mümkünsüz şeydir. Görün, indi mən nələr çəkmişəm. Ölməmişəm. Gözünün qabağındayam, yaşayıram və yaşamağa da davam edirəm. Təbii ki, patoloji xəstəliklər Allah Taala bunları dərinləşdirməsə bizə, biz həyatımızı davam eləyə bilərik. Yəni, heç kəs patoloji xəstəlikdən sığortalanmayıb. Ona görə də gündə 100 dəfə ölməkdənsə bir dəfə 6 aydan bir analizə getmək məsləhətdir. Analiz deyəndə check-up'a gedəcəksiniz. Bütün orqanlarınızı, zadınızı check-up analizlərinizi hamısını verəcəksiniz və əmin olacaqsınız ki, sizdə patoloji heç bir şey yoxdur. Bir dəfə gedin. Yəni, 2 dəfə, 3 dəfə, 4 dəfə getməyə ehtiyac yoxdur. Bir dəfə xərc çəkin, dövlət banisasında verib, sonra yox, bu dövlət banisasıdır, bu düz deyil, gedin filan banisada verim, bu düz olmadı, obursun, oturun, düşünün. Ən güclü laboratoriyanı seçin, ən güclü xəstəxananı, özəl xəstəxanaya inanırsınızsa oranı seçin və gedin bir dəfə o check-up'dan keçin. Anlatabildim mi? Xətircəm olun, sakitləşin və gəlin həyatınızı davam edin. Gündə 100 dəfə ölməkdənsə, gündə 100 dəfə ona buna zəng vurmaqdansa ən rahatı budur. Ümumiyyətlə, siz nevrozsuz, nevroz deyilsiniz. Buna heç bir aidiyyəti yoxdur. Yəni, любой bir insan 6 aydan bir check-up'dan keçməlidir. Yəni,
Mənim özümdə olanda böyrək xəstəsiyəm. Bu da gizli gedib, mənim heç xəbərim olmayıb. Çünki böyrək ağrı vermir, qaraciyər ağrı vermir, ağziyər ağrı vermir. Öz işini görə-görə gedir. Xərçəng də elədi, hamısı elədi. Nevrozun elə, özü də elədi. Çünki şikayət eləyənlər deyir ki, oturmuşdum, birdən-birə oldu. Yox, gələndə nevroz sənə icazə alacaq və yaxud sənə xəbərdarlıq eləyəcək ki, qardaş, bacı, gəlirəm, hazır ol. Bu harda yox, birdən-birə olur da elə. Ən zəhləm getdiyim sözdür o. Oturmuşdum, birdən-birə oldu. Nevroz necə olur ki? Buynuzu var nevron. Başqa cür necə sənə simptom tuta bilər ki? Təbii onun dili yox, ağzı yox, sənə desin ki, qardaş gəlirəm. Birdən-birə olur. Siz də sırası düşünürsünüz ki, mən birdən-birə deyib gülən yerdə bu məni tutubsa, deməli bu nevroz deyil, bu nəsə başqa bir şeydir. Onun yerinə siz araşdırmaqdansa ki, dünən nə olub, bir ay bundan qabaq nə olub, 3 ay bundan qabaq nə olub həyatınızda negativ, onu araşdırmaqdansa siz düşürsünüz simptomların üstünə, yanlışdır. Tamam mı? Çox yanlışdır. Ümumiyyətlə beyninizi poisk verməyə hazır edin. Yəni səhər duranda beyin poisk versin, axtarış. Yəni liboy nevroz, anksiyetalar, ən əsas anksiyetalar, heç nədən həyəcan, heç nədən qorxu gələ bilər. Yəni qorxursan da bilmirsən nədən qorxursan. Beyin düzdür, sonradan atır sənə qorxulu bir şeyləri. Adi düzlü bir şey var ki, normal vaxtda o şeydən qorxmursan, amma həmən vaxtda o atanda, pristup vaxtı, sən dəhşətli dərəcədən ondan qorxursan və adrenalin atır, biraz da qorxu artır, biraz da qorxu artır. Yəni buna anksiyeta deyirlər. Səhər duranda görürsünüz ki, həyəcanla durmursunuz, bilmirsiniz ki, nədən qorxursunuz. Asozunu deyil. Dərhal beyni öyrəşdirirsiniz, poisk, axtarış, axtarır, o tapacaq, inanın bunun məşqi var. Tapacaq və qarşınıza qoyacaq ki, bir ay bundan qabaq filan şey olmuş deyə. Çünki şuraltı onu zafiksir eləyir, saxlayır. Şəklini çəkir, saxlayır. Yaddaşda. Və fərq eləmir. O 1 ay sonra, 5 ay sonra onu yadınıza salmalıdır partlayışla. Çünki onlar yığılır 5 ay ərzində, 3 ay ərzində, 1 ay ərzində yığılır, birdən-birə partlayış verir və kök nədir? Kök hansı bir hadisədir. Anlatabildim mi? Və onu axtarışı verəndə həmən hadisəni tapıb qoyur qabağınıza və siz onu psixoloji olaraq həllini axtarırsınız. İçinizdə onun həllini edirsiniz. Tamam mı? Yəni gücünüz çatırsa eləyirsiniz, gücünüz çatmırsa açıq ovda açıqları söndürürsünüz və deyirsiniz ki, bu indi əhəmiyyət daşımır, o sonraki işlərdir, mənim yadımdadır, bu təhlükəsizdir, yəni təhlükəli bir şey deyil, bu vaxtı çatanda həll olunacaq bir hadisədir və inşallah həll edəcəm. Bu cürlə admanka deyirlər, beyni aldadırsınız və təhlükəsizlik sistemini söndürürsünüz, gözləmə funksiyasını da söndürürsünüz, siqnal ötürürsünüz ki, mən təhlükəsizliyəm də, yəni məni təhlükə gözləmir. Beyin onu təzədən zafiksir eləyir, şur altına atır ki, bu insan bu fikirdən qorxmadı, bunun həlli var. Tamam mı? Uzun söhbətlərdir, nevrozdan səhərə kimi danışmaq olar. Əbəs yerə mənə demirlər, nevrozun atası zar, bunu bütün Belarusiya deyir, Moskvada filan da. Yəni mən böyük bir həkimlərlə münasibətim var, hansı ki qlobal həkimlərdir və təhsilimi onlardan almışam və ondan artıq da kitablar oxumuşam, onlardan da artıq yazılan müəllif insanlar var ki, yəni həkimlər var ki, psixologlar, psixoterapevtlər var ki, onların kitablarından faydalanmışam və hər şey detallarına qədər bilirəm. Ondan da əlavə özüm çəkmişəm və özümdə ispitaniyalar keçirmişəm. Yəni özüm bilirəm nədir və onun qarşısını necə almaq lazımdır, tamam mı? Psixoloq olmaq üçün oxumaq yox, psixoloq olmaq üçün doğulmaq lazımdır mənim əzizlərim. Ümumiyyətlə bütün sənətdə elədir.
insanın gərək biraz başı da işləsin yaxşı-yaxşı və bilsin. Məndə bir neçə texnikalar var ki, bir neçə yox, bir neçə 100 deyərəm ki, texnikalar var ki, bu mənə məxsusdur. Yəni mənim icad elədiyim şeylərdir. Çünki öz üzərimdə onları isbat eləmişəm, yoxlamışam və effektini görmüşəm. Effekti olmayanları mən heç kəsə məsləhət görmürəm, tamam mı? Hamısını yaxşı bilirəm. Ümumiyyətlə psixologiyanı yaxşı bilirəm. Və oturub psixologlar başlayırlar uşaqlıq dövründən filandan. %100 uşaqlıq dövründən bütün insanların negativ həyatı olub. Onu yada salıb zasiklitsa elətdirməkdən sonra həmən yerə fokus qalır, xəstə həmən yerə fokus alır. Elə bir qan çıxmayan yerdə qan çıxardırsan, yəni bu olmaz. Anlatabildim mi? Yəni nevrozu ilk növbədə birinci onun simptomları ilə işləməlisən, sonra kökünü axtarmalısan. Əgər uşaqlıqdadırsa, uşaqlıqla eyni hansı dövrdən başlayıb oradan başlamalısan. Yoxsa başqa detallara toxunmağa ehtiyac yoxdur. Demirəm sırazı, amma sonda o yerlərə gətirib çıxarmaq olar. Amma sırazı yox. Sırazı çünki o biraz ağırlaşa bilər. Xəstəliyə ağırlaşa bilər. Çünki bu adam gəlmişdi simptomlara aid və yaxud hansı bir yaxın bir tarixdə hansı bir hadisəyə aid, sən onu götürürsən, uzaq tarix aparsan da orada negativləri araşdırıb çıxardım onu. Fokus verir ora və dvaynoy, traynoy üç qatına o pisləşməyə başlayır. O şeydə yüklənir. Sən də çatdıra bilmərsən psixoloq olaraq oradan tutmuş bura kimi tez bazar onu yəni ki, qaydasına qoyasan çətin məsələdir. Etap olmalıdır protokol üzrə, tamam mı? Yəni birdən biri olmaz. Bizdə şablondur, bizdə başlayırlar. Uşaqlıq dövrü necə keçdi, filan necə oldu, bəs məkanda evliliyin necə oldu, uşaqlarla münasibətin, yoldaşınla hər şey. Yəni bu indi faktiki durumu budur. Anlatabildim mi? Bu artıq xəstədir. Birinci bunu qaldırmaq lazımdır. Sonra o şeylərə toxunmaq lazımdır ki, o şeyləri qaydasına qoyasan ki, kök kəsilsin. Yəni bu etap, indi mən loru dilində danışıram. Etap olunan bir şeylərdir. Birbaşa keçmək olmaz uzaq tarixlərə, ora bura. Anlatabildim mi? Təbii ki, endorfin xəstələr var ki, məsələn, anadan gəlmə nevrozlar, iyisi nevrozlardır. Sən istəyirsən onun uşaqlığını yox, belə nə bilim, 7 ulu babasını qurdala, xeyri yoxdur, mümkün deyil. Ona görə də bunlar hamısı plan olmalıdır, protokol üzrə olmalıdır, qaydası var, qanunu var. Tamam mı? Qorxmayın, əzizlərim, yəni ən birinci aşıbqavız odur ki, hər bir fiziki olaraq əgər hansı bir ağrı, hansı bir sızıltını siz şişirdirsiniz və onun üzərində durursunuz, onu bütün günü beyninizdə qurdalayırsınız ki, bu ürək ola bilər, yoxsa bu infarkt ola bilər, mədə ola bilər, o ola bilər, ola bilər olanda bilin ki, nevrozsuz. O ola bilər sözü var, bəlkə, ola bilər. Və bu sual ki, gəldi beyninə, bilin ki, nevrozun əlamətidir, ən birinci. Tamam mı? Normal insanlarda ola bilər, nə bilim, bəlkə, belə bir şeylər yoxdur. Yəni, yox, konkret olaraq, tamam mı? Onlar heç əhəmiyyət vermirlər belə şeylərə, qorxular da sıfırdır. Qorxu varsa, qorxu əslində sizin qalxanınızdır, sizin təhlükəsizliyinizi qoruyur. Tamam mı? Qorxu elə bir şey, pis bir şey deyil. Ona görə də onu idarə eləmək sizin, elə bir ki, sükan sizin əlinizdə olmalıdır, beynin yox. Siz onu idarə eləməlisiniz. Qorxunu lazım olan yerdə aktivləşdirib, lazım olmayan yerdə deaktivləşdirməyi bacarmalısınız. Tamam mı? Özünüzə yaxşı baxın, özünüzdən müğayət olun, öpürəm. Nə suallarınız varsa like edin, bir də paylaşın. Nə suallarınız var, kommentariyalarda yazın. 24 saat ərzində sizin qulluğunuzda hazıram. WhatsApp'ım da açıqdır, hər zaman yaza bilərsiniz, suallarınız varsa verə bilərsiniz. Təbii o da pulla deyil ki,
sual vermək, cavab vermək, yəni pulla ölçülmür heç bir şeylər. Mən həmişə çalışmışam ki, sizə kömək eləyim, sizin qulluğunuzda durum, sağ olasınız. Həqiqətən sağ olasınız, mən bunu istəyirəm, tamam mı? Özünüzə yaxşı baxın, öpürəm.